Kim sizə deyir ki, mən müharibədə, döyüşlərdə qorxmamışam, inanmayın. Raquf əsl kəşfiyyatçı idi. Bunun qanunda var idi yəqin. Birdən ruh kimi gəlirdi, biraz da çəkinirdik də, qaranlıqdır da. Anlatmaq mümkün deyil. Raquf gəldi, bir də Polad Həşimov. Bunlar ikisi də kiçik leytenant rütbəsində gəlmişdir mənim briqadıma. Amma mən inanıram ki, gec-tez ermənilər də başa düşür. Bir də yenə belə gedib gələcəklər. Fəxrəddin müəllim, biraz da əvvəl söhbət elədik. Mən həmişə fikirləşmişəm ki, peşəkar hərbiçilərə bu sahəyə gəlməyin səbəbi bir ailədə də olub. Sizi də öyrənmək istəyirik. Atanız hərbi həkim. Bəli, mən dedim, mənim atam hərbi həkim idi və o 31 il Sovet ordusunda qulluq elədi. Ona görə mən Bakıda, Almaniyadan biz qayıdandan sonra, məktəbi bitirəndən sonra mən qərar aldım ki, mən də hərbiçi olum. Bakıda bilirsiniz, o vaxtı 2 dənə alim hərbi məktəbi vardı. Biri Ümumqoşun ali məktəbi, biri də dənizçilər. Mən Ümumqoşun məktəbinə özüm getdim. Açıq desə, atam razılığım vermirdi. Mən biraz üzr istəyirəm və sözümü təpindim, istədim və daxil oldum. Çox maraqlı odur ki, Azərbaycanda, Bakıda yerləşən Ali Ümumqoşun məktəbinə o vaxt, o zaman Azərbaycan uşaqlar tək-tük gedirdi. Təsəvvür eləyin ki, mənim tağımımda, qrupda belə deyik, 26 nəfərdən yeganə bir də Azərbaycanlı mən idi. Qalanlar hamısı Rus idi, əksəriyyəti Rusiyyətdən, Belarusiyadan, Ukraynadan. Bana belə çox maraqlıdır. Mən də bir də qayıdım ona ki, Ulu Öndər 94-cü ildə məni Bərdə şəhərində, yadınızdadır da, o vaxtı şəkilləri çıxdı. Səngərdə Heydər Əliyev avtomatla, bax o zaman. O məni Bərdənin icra başçısının kabinetində çağırdı məni və uzun müddət söhbət getdi və məndən soruşdu, mən səni tanımıram, qalx tərcümalı danış. Mən gəlib, deməli, hərbi məktəbə daxil olub qutarandan sonra bir dənə sual verdi ki, səni hara göndərdilər? Mən də dedim, Almaniyada yerləşmiş Sovet ordusunun bir hərbi hissə tağım komandiri. Heydər Əliyev üzün tutdu, orada 4-5 nəfər oturmuşdu. Müdafiə naziri Məmməd, Rəfi Məmmədov, Nəcməddin Sadıqov, Nurəddin Sadıqov, hərbi məsələlər üzrə onun məsləhətçi, bir də Arif müəllim Rəhimzədə, o da aparatın müdürü idi. O da üzün tutdu olaraq ki, bilirsiniz də, bu mənim tələbim idi, mənim təklifim idi. Bizim Azərbaycanlı zabitlərimiz Respublikadan kənar qulluq eləsinlər. Dedim, bəli, cənab prezident, eyni zamanda siz bizim buraxılışı tarixdə birinci dəfə oldu, buraxılışı o vaxtı Lenin meydanında keçirdiniz. Orada da Ulu Öndər məndən soruşdu, bəs bir də tradisiya belədir. Buraxılışda leytenant pagonları verirlər. Dedi ki, sənə pagonları kim verdi? Özü də orada idi. Dedim, mənim tağımız yadınızdadırsa, sizin ikinci katibiniz vardı, Pugaçov. Bu da gülüşdü biraz, onun bir çox maraqlı gülməyi var idi. Dedi ki, gəl bura, çağırdı, oturdu yanında. Biz uzun müddət onunla söhbət apardıq. Özü də ciddi bir ciddi söhbət idi. Mən bir-iki dəfə öz müsahibələmi demişəm, söhbət gedirdi Gəncədən. Birdən məndən soruşdu ki, sən Gəncəni saxlaya biləcəksən, ya yox. Mən Bu birinci Qarabağ müharibəsində Heydər Əliyev Gəncənin müdafiəsini sizə həvalə eləmək istəyir. Mən sizə deyirəm, aprelin 9-u, 94-cü il, qızğın döyüşlər, qanlı döyüşlər. Biz açıq deyək, itkin verirdik, yaralam çox idi. Bax, o zaman Heydər Əliyev, deməli, bütün hərbi hissələri, o zonanın icra başçıları, prokuror, hüquq mühafizə orqanların rəisləri, məhkəmə, nə bilim, hamısını yığdı ora. Amma ondan qabaq məni birinci çağırdı. Dedi ki, bəs məsələ durub Gəncəni saxlamağa. Mənə Moskvada dedilər ki, qol çək sənədən. Bizə demədi hansı sənəd. Amma dedi ki, əgər siz Heydər Əliyeviç qol çəkməsəz,
ermənilər götürəcək gənci. Ona görə mənə üzün tutdu, dedi ki, bəs sən saxlaya biləcəksən ya yox. 3 dəfə soruşdu. Mən başa düşdüm ki, çox narahatdır. Məsələ də elə də durmuşdu, bilirsiniz, ermənilər planlaşdırırdı, gəlsin Gəncəni tutsunlar, yolu bağlasınlar. Bakı ilə misal arasın. Biz onda bilmirdik ki, söhbət Bakı-Ceyhan məsələsi gedirdi. Amma ermənilər istəyirdilər Gəncə tərəfdən geçsin. Orada da yeganə bir də tank yolu var idi. Hərbiçilər deyildi tank apasla направление. Bir yeganə özü də orada bilirsiniz də Perivalda onda çətindir getmək. Amma ermənilər getdilər Tərtər, Tərtərdən istəyirdilər götürsünlər Bərdəni, Bərdədən Yevlaxa. Eyni zamanda o vaxt o qədər vəziyyət gərgin idi ki, mən bir də deyirəm, Ulu Öndər o qədər narahat idi ki, aprelin 9-u söhbət oldu, ayın 10-undan bu başladı mənə zəng eləməyə. İnanmaz bir şeydir. Mən bəzi sərvişələr demişdim, mənə 40 gün hər axşam zəng elirdi, soruşurdu, neynəmsən, hansı sən yüksəkləri götürmüsən, çox narahat idi. Aprelin də 21-i özü zəng elədi, dedi ki, özünü niyə təqdim eləmirsən? Dedim, nə barədə, cənab prezident? Bəs sənə müdafiə nazir polkovnik rütbəvi verdi. Mən də dedim, Heydər Əliyev, biz Rusça ondan danışırdıq. Dedim ki, sizin təklifinizdir. O da dedi ki, təklif yox, mən sənin müdafiə nazirivə dedim, polkovnik rütbəsini versin. Təbrik edirəm. Sən müharibə aparırsan, Gəncəni saxlayırsan. Babacığım, Allah ona qəni rəhmət eləsin. Mən gözəl ondan münasibətim olub. Fəxrəddin müəllim, 2018-ci ilə qədər siz xidmət elədiniz. Mən 2017-ci ilə. 17-ci ilə qədər xidmət elədiniz. Komandir olmanın yəqin ki, həm müsbət, həm də mənfi tərəfləri var. Sizdən də eşitmək istəyirik onu. Siz başa düşün, sülh dövründə komandir olmaq biraz asandır. Nə barədə? Sən bilirsən ki, sənin əskərlərin də sağdır, sən onların barəsində hər qayğını da çəkdirə bilirsən. Amma təsəvvür elə ki, mən olduğum briqada, özdə o balaca briqada deyildi. O 4464 nəfərdən ibarət idi. 7 motatıcı taburdan ibarət idi. Mən də heç demirəm, orada tank taburu, artilleriya taburu və kəşfiyyat bölüyü, nə bilim, rabitə bölüyü və s. Morovda, Toğanada öz qospitalimiz var idi. Yalnız o qospital mənə bir komandir kimi tabi idi. Toğanada yerləşirdi. Çətinlik nə idi? Mən heç bilməzdim ki, Azərbaycanda belə sərt havalar var. Siz bilirsiniz də, Morovdağ silsilə Böyük Qafqazın dağlarıdır. Ən yüksək yeri Qamış dağı 3700. Biz də döyüşləri aparırdıq. 3200, 3300, 3400 civarında. Problem nə ilə ibarət idi? Qar o qədər idi ki, mənim əskərlərimi 2 dəfə tar aparıb. Təsəvvür edin, tar aparıb, mən onları 2 gün axtarmışım. Özdə 7 nəfərdən 3-ü şəhid oldu, dondu, 4-ünü də ayağın barmaqların kəsdilər. Çox çətindir. Eyni zamanda bir posta qalxmaq üçün, bilirsiniz, oksigen çatmır. Mən baxmayaraq ki, mən cavan oğlan idim, 34 yaşım. Mən qalxırdım, görürdüm ki, oksigen çatmır, adamı yuxu aparır. Ona görə ora qalxmaq üçün, maşallah bizim cavan uşaqlarımız elə qalxırdılar və mən məhtər qalırdım. Eyni zamanda dağın başında nə odun var idi, nə belə deyək, material vardı ki, nəsə orada tiksinlər, qalsınlar. Mən qalxdım ora, gördüm ki, dağın daşlarından bir də xosma tikiblər. Orada ayaq üstü girmək mümkündür. Gərək bükülüb girəsən. Üstündən də bu boyda truba peç yanırdı. Hər deməli, yaz ildırım vururdu, mütləq birini toxunurdu, ya yazıq ölürdü, ya ağrı vəziyyətdə onu düşürdülər. O da var idi. Deməyim, bilirsiniz nədir? Çətin idi. Müharibə gedir. Hava da sərtdir.
Ona bir də yaralı əskəri gərək 8 nəfər düşürdərdi aşağı. Ona görə çətin idi orada. Hərbi hissə komandiri müharibə dövründə çətin bir şeydir. Bilirsiniz, mən nəyə görə narahatım? Mən fikirləşirdim ki, bəlkə mən düz əməliyyatı düz fikirləşməmişəm, düz eləməmişəm. Onun nəticəsində bizim əskərlərimiz şəhid oldu. İndi mən gizlətmirəm. 4 aya 208 şəhid verdi. Mən yaraları demirəm. 208 nə? Bu çoxdur. Amma 90-cı illərdən gedir söhbət burada. Nədir? 90-cı illərdən 93-ün axırı, bilirsiniz, noyabrda başladı. 94-ün mayın 12-sinə kimi. Mayın 12-si atəşkəs elan olundu. Bax, bu 4-5 aya 208 nəfər verdi. Özdə açıq deyək, hamısı cavan uşaqlar idi. Mən onu danışıram hərdən bir. 2 əkiz qardaş idi, biri qumbara atan idi, biri köməkçisi. Bizim düşmənlərimiz nətər snayper gülləsindən vurdu qumbara daşıyana. Yandı, o sumka deyirlər, onu aça bilmədi, yandı. 2 qardaş idi, anası gəldi ağlaya-ağlaya. Heç olmasa mənim bir oğlumu siz yuxarıdan ön cəbhədən qaytarın geri. Mən də elədim. Elədim ona görə ki, mən başa düşürdüm. 2 dənə oğlu, biri şəhid oldu. Heç olmasa bu birisinin nəsli kökü kəsilməsin. Bu yeganə bir hadisə deyil, çox idi. İndi biz yavaş-yavaş gələcəyik o əsir düşən əskərlərimizə. Ona görə siz sual verdiniz, komandir olarkən müharibə dövründə çətin idi. Amma baxmayaraq ona bütün Azərbaycan kömək edirdi bizə. Bütün Gəncəbə Sərzon sağ olsun, indi imkandan istifadə edib, hamıya salamı deyirəm, bir də öz təşəkkürümü bildirirəm. Yeməyin, içməyin, hamısı icra başçılar, hamısı toplayıb gətirirdilər. Əskərlərimiz körlük çəkmirdi o barədə. Hətta bilirsiniz, o vaxtda məktəb uşaqları yun corablar toxuyub göndərilir. İçinə də bir də kağız qoyurdu. Mən falan kəs. Mən açıq deyək, mən biraz kövrəlirdim bu barədə. Bütün Azərbaycan öz ürəyimizlə idi. Ona görə bizə ürək belə dəstək, böyük dəstək idi. Yalnız bu soyuq, şərt havalar bizi biraz narahat edirdi. Bəli. Biraz yox, çox. Fəxrəddin müəllim, daha sonra atəşkəs oldu. Biz bu sivil insanlar da, arxa cəbhədə olan insanlar həmişə sadəcə eşidirdik ki, düşmən mövqeyi bu qədər pozdu, biz cavab atəşlə susturduq. Amma reallıq biraz daha fərqli olub. Yəni bu qalibiyyətdən sonra da hiss olunur, bilinir. Yəni sadəcə orada qarşılıqlı güllə atəşləri olmayıbdı, daha ciddi əməliyyatlar olubdu. Biz sizdən də eşitmək istəyirik, hansı ki siz orada ən yaxın hissədə olmuşsunuz ki, sizin əskərlərinizdən bir də Raquf Orucov olub. Onların keçirdiyi əməliyyatları, həmin o atəşkəs dövründə baş verən hadisələri də biraz sizdən eşitmək istəyirik. Atəşkəs elan olanlarından sonra ona baxmayaraq, bizə də ciddi tapşırıq verirdilər ki, kim birinci başlasa atışma, nə bilim, nə, sizi, nə bilim, hüquq mühafizə orqanlara cəbr edəcəyik və s. Ona baxmayaraq atırdıq, kəşfiyyatlarımız da işləyirdi. Siz burada biz psixoloji fakt var idi ki, nə? Biz torpaqları itirmişdik. Atəşkəs elan olundu, biz çox şeylə razı deyildik. Nə oldu? Bizim torpaqlarımız qayıtmadı. Heç olmadı. Biraz biz Quradizi boşaltdıq. Ayrı rayonlardan biraz götürdü, amma hər şey qaldı öz yerində. Bir mən hərbiçi kimi ona narazı idim ki, biz qaytarmalıyıq. Mən, müharibə gedirdi. Belə açıq belə biz belə deyək, tank istifadə eləmirdi, amma top atırdı, minamyotlar atırdı, o var idi. Ona görə bilirsiniz, bu 44 gün axır müharibə olmadı 20-ci ildə. Bu müharibəyə uzun müddət Azərbaycan hazırlaşdı. 30 il biz hazırlaşırdıq. Bilirsiniz ki, bizim dövlətimiz şəxsən Cənab Prezident İlham müəllim çox böyük
fikir verirdi orduya. Birinci növbədə onun silahlanmasında. Bu sir deyil. Biz silahı Rusiyadan da almışıq, Türkiyə qardaşlarımızdan almışıq, İsraildən də almışıq. Eyni zamanda bizim zabitlərimiz, gizirlərimiz gedib xaricdə oxuyub, bu yavaş-yavaş ordunu Ali Baş Komandanımız möhkəmləndirdi. Mən niyə onun adını çəkirəm? İndi biz, bilirsiniz, hələ biz dərk eləyənmirik ki, bu müharibəni ordu eyni zaman öz yerində, amma müharibəni bizim Ali Baş Komandanımız da uddu. Və bir onun siyasi məsələləri var idi. Burada Rusiyada var idi, manecilik törədiydi, qormuydu, elə birisi. Burada nə bilim, Qərbdə var idi, hamısı ermənilərin tərəfində idi. Bax, bu məsələləri həll eləmək lazım idi. Onu da cənab prezident həll elədi. Eyni zamanda 44 gündə bütün dünyaya göstərdi. İndi bu dəmir yumruq bütün dünya bilir. Bu fakt belədir. Görürsünüz, 44 gün, bəli, biz şəhid də verdik, amma eyni zamanda biz heç olmasa çatdıq öz fikirlərimizə, öz nailiyyətimizə çatdıq ki, torpaqlarımız qayıdaq. Mən sizə dedim əvvəldə, mənim əslim köküm Qubadlıdan idi. Qubadlı rayonundan, özdə o, yadınızdadır, Qubadlı rayonunun birinci kəndi Eyvazlını boşaltdılar. Eyvazlı da mənim anamın kəndidir. Məxəllidə. Gürcüstan da 9 kilometrdir. Hətta ermənilərə çox yaxın idi. Bütün xalq bildi ki, torpaqlar qayıtdı. İndi də dövlət, görürsünüz, orada tikintilər aparır, evlər tikir, yavaş-yavaş qaytarır ora. Öz minnətdarlığımı bildiririk. Mən şəxsən cənab prezidentə ona görə ki, bu ordunu möhkəmləndirdi, silahlandırdı və lazım momenti cavabını verdik. Öz deməli, nailiyyətimizə çatdıq. Atəşkəs dövründə hətta girov götürmək məsələləri də olubdu. Siz Raquf Orucovun komandiri olmuşsunuz həmin dövrlərdə. Onun hətta bir generalın oğlunun girov götürdüyü də deyilir. Raquf Orucov əsli Ağdamdan idi. Bəli. Siz bilirsiniz ki, 92-ci ildə anası kənddən çıxarkən uşaqları xilas eləmək istəyirdi. Ermənilər minamyotdan atəşə tutdu və Raqufun anası şəhid oldu. Allah ona rəhmət eləsin. O gün Raquf dedi ki, mən olacağım hərbiçi, zabit. SSR-in dövründə bilirsiniz, 90-cı ildə o Uzbekistanda qulluq elədi. SSR dağılandan sonra o qayıtdı. Bir qısa müddət Ağdam taburlarında vuruşdu. Ondan sonra da daxil oldu Ali Ümumi Qoşun məktəbinə. Və orada 2 il oxudu, ondan sonra da 2 leytenant verildiler və atəşkəsdən sonra gəldi o. Bəli. 95-ci ildə. Mən onu təyin elədim kəşfiyyat tağım komandiri. Avqustun 13-ü, yay vaxtı, amma bilirsiniz dağlarda tumandı. 7 nəfərdən ibarət bir dənə çavuş və 6 dənə əskər posta qalxarkən güclü bir tuman idi. Bunlar yolundan azdılar. Düşdülər Kəlbəcər kəndin birinə və çavuş başa düşdü ki, bunlar azıb yolunu. Dedi ki, siz burada gözləyin, mən gedim kəşf eləyim. Getdi, ermənilər də onu tutdular. Onlar həyəcan komandasını verdi bütün postlara ki, Azərbaycanın kəşfiyyatı gəlib. Əskərlər də gördülər ki, çavuş gəlmir, yavaş-yavaş başladılar geri qatmağa. Ona baxmayaraq gəldi, düşdülər ermənilərin postuna. Düşdülər ora. İsaqbası gün mənə də xəbər, mən deyəndə bizim işçilərimiz axtarırlar, haradadır. Xəbər ermənilər göndərdi ki, bəs bizdədir. Uzun müddət olmasın, bir hardası bir həftə mən onlarla söhbətlər apardım, danışıq apardım. Bunlar 6 nəfəri mənə qaytardılar. Qaytardılar. Amma çavuşu dedilər ki, çavuş Şuşa şəhərindədir. Orada bir həbsxanadadır. Özdə Sovet dövründən orada həbsxana var. Bəli. Onun biz verənmərik sizə. Mən də zəng elədim cənab nazirə. O vaxtda Səfər Əbiyev idi. Dedim ki, Səfər mənim,
icazə verin. Biz 2 dənə kəşf qrupu, kəşfiyyat qrupu göndərək. Gedək keçək ermənilərin tərəfinə məxvi və kimisə onlardan oradan götürək, gətirək, qaytaraq, bir də söhbət aparaq, dəyişək onlarla. Əvvəl o razılıq vermədi. Mən dedim ki, siz Ulu Öndərindən icazə alın. Bax, mən bunu yenə qaytarım. Bilirsiniz, o vaxt ateşkəs elan olunmuşdu. Əgər biz gedib orada nəsə, nə hərəkət eləsəydik, döyüş başlasaydı, ola bilər müharibə təzədən başlayardı. Ki, bunlar bizi günahlandırardılar ki, ay bu Azərbaycanlar görmüsünüz, fərağat durmurlar, öz işlərini məşğul olmurlar, gəlib keçiblər bizim. Ona görə mən icazə aldım, sağ olsun Ulu Öndərimiz, Allah rəhmət eləsin, o icazə verdi. Mən də kəşfiyyat bölüyün zabitlərini çağırdım. Birin deməli Raquf Orucu idi. O birisi də Novruzov. Sol istiqamətdən, sağ istiqamətdən 11 nəfərdən hər qrupu ibarət uşaqlar getdilər. Sol istiqamət getdi, bir dəfə qayıtdı. Heç nə alınmadı, ikinci dəfə getdi, qayıtdı, alınmadı. Amma Raqufun qrupu, bunlar getdilər, nəinki Qarabağ zonası, bunlar getdilər Ermənistanın Vardəniz rayonuna, Sevan gölün qırağına. Bilirsiniz, burada yalnız qəhrəmanlıqdan danışmaq lazımdır. Qorxmamızdan da danışmaq lazımdır. 11 nəfər getdi və birisi o vaxtı dağlıqdır, rabitə də tutmur. Telefon yox idi, mobilini bəlkə tutardı. Onlar getdilər, 10 gündən sonra 3 nəfəri gətirdilər. Mən bilmirəm nətər, deməli, qarşı duran düşmənlərimiz sabahsı gün mənə zəng elədi ki, bilirik səndədir, sən bunları gəl dəyiş. Əvvəl dedilər ki, 3 nəfərə, sonra dedilər ki, 5 nəfərə. Mən də bilirsiniz, hərbiçiyəm, öz müdafiə nazirimi tabıyam, ona zəng elədim, dedim. O da dedi ki, sən danış, əgər 30 nəfər verirlərsə, biz dəyişərik. Mən dedim, səfər mən 30 nəfər verməzdərlər. Ermənilər mənə xəbər göndərdi ki, yox, sənin tək bu çavuşun yox. Mart ayında döyüşlərdə yaralanmışdı. Filankəs bizdədir. Mən tez kitabları qaldırdım, əmir kitabı. Gördüm ki, məndə bir əskər, onlar dediyi əskər, deməli, o itkin düşüb yoxdur. Mən bildiyim ki, onlardadır. Dedilər, eyni zamanda ondan da birini də verərik, qaytararıq, sonra dedilər 5 nəfər. Bizdə qanun belə idi. Mən bir gündən çox onları saxlaya bilməzdim. Özdə onlar Zot kəndindən idi. Vardanis rayonunun Zot kəndi. Bizdə də bilirsiniz, Zot kəndində yarısı erməni, yarısı Azərbaycanlar yaşadım. Çay kənddə orada Zotdan ahalimiz var idi, gəlmişdilər. Mən çağırdım məktəb direktoru. Gəl dedi ki, biz qonşuyuq. 3-cü günə bu əskərləri deməli məndən təhvil götürdülər. Burada mən aktla təhvil verirəm. Unanyan Karyon Surenoviç, Unanyan Robert Karyonoviç, Mıkırçan Qay Valodyeviç. Cənab Prezident Ulu Öndər zəng elədi, dedi, məndən soruşur, hərbiçi KGB işçisidir. Özdə rabitə, açıq rabitədir. Soruşur, Cabrayılov, deyilən düzdür, demir, erməniləri tut gətirmirsən. Mən də onu başa düşürəm. Deyirəm, bəli, cənab prezident. Nəsə maraqlıdır. Mən də onu dedim ki, maraqlıdır nə demək? Bunlar hərbiçidir. Burada nəsə sirləri, zatları var. Dedim, xeyr. Belə ümumiyyətlə xəbəri var. Xəbər maraqlıdır. Dedi, mən indi cənab nazirə deyərəm, səfərə bir vertolyot göndərir. Bunları götürüb apardılar. Üstündən bir həftə keçir, o çavuşun da anası hər gün oradadır, gecə-gündüz qalıb orada, ağlayır. Komandirsən, bax, 6 nəfəri qaytardım, mənim oğlumu da qaytarıb. Bu 3 nəfəri Raquf Orucov gətirən
deməli 3 nəfəri zəng elədim cənab nazirə, dedim Səfər müəllim, nə oldu bu ermənilər 3 nəfər? Dedi ki, mən bilmirəm, mən təhvil vermişəm Milli Təhlükəsizlik Naziri. Siz bilirsiniz də o vaxtı demək, danışıqlar aparmaq üçün, ermənilərin bizimkilərini dəyişmək üçün yalnız MTN məşğul idi. O vaxtda Namik Rəşidoviç nazir idi. Dedi, oradadır. Dedim, icazə verin, mən müraciət edeyim ora. O da qayıtdı ki, icazə verin. Mən də qəşəng məktub yazdım, zabit çağırdım birini. Göndərdim onu ora, gördüm sabahsı gün Milli Təhlükəsizlik Nazirin mavini zəng elədi ki, genə söhbəti qaldırdı ki, Fəxrəddin mənim. Bəlkə 30 nəfər verərlər. Mən də başa saldım ki, bu söhbət iş aparmaq lazım, iş kimi verməyəcəklər, 5 nəfər verirlər. Mən də biraz onları nətər deyim, xəbər elədim ki, bilirsiniz nə, vermirsiniz, mən cənab prezidentə zəng edəcəm. Mənə də Ulu Öndər demişdik, nə sözüm varsa, telefon bizdə rabitə bizlə təşkildir. Qaldırırdım Bakıda Uraqan rabitə şöbəsi. Oradan qız götürürdü, deyərdim. Mən zəng eləməmişəm, amma zəng eləyə bilərdim. 2 gün üstündən keçdi. Gəncənin, deməli, şəhərin Milli Təhlükəsizlik şöbənin rəisi, Allah ona rəhmət eləsin, Tofiq Babayev. Zəng elədi ki, Fəxrəddin, sən bugünkü qəzetləri görmüsən? Dedim, yox. Göndərirəm sənə. Oradan da Gəncədən Murova 40 dəqiqə, 50 dəqiqə yoldur. Qəzetlərə gətirdik, açdım, gördüm ki, orada yazılıb ki, mənim əskərim, çavuş, yaralanan, bir də orada 3 nəfər adları ayrı hərbi hissələrdən dəyişilib, bu 3 dənə də erməniyə. Artıq dəyişilmişdi onda. Yenə mən inanmadım. Yenə mən mayorumu özümə çağırdım, göndərdim Bakıya. Sabahsı gün çavuşu götürüb gəldi. Dedim ki, bəs bu ikinci yaralan əskərimiz, dedi, o yaman pis sözünü hiss eləyirdi. Ermənilər ona baxmayaraq ki, yaralanmışdı, pis baxırdılar qospitaldən. Onda da bütün orduya yayıldı ki, bax, biz belə əməliyyat eləmişik. Əsas odur ki, əskərlər bildi ki, biz heç kimi elə-belə əsirə düşən əskərləri qoymarıq, axıra kimi dövlət də təsəvvür edin ki, bu əməliyyatda Ulu Öndardan tutmuş, bu dəfə naziri Səfər Əbiyev, sonra korpus komandiri Ramaldanov şair hərdən bir televizorda çıxış edir. Ondan sonra biz bu əməliyyatı keçirdik. Mən istəyirdim o vaxtı Raquf Orucu. Mən təqdimatı göndərdim. Bilmirəm nəsə. Bu dəfə nazirliyində onu birinə mükafat vermədilər ona. Amma bilirsiniz, mən 96-cı ildə gəldim Bakıya şəhərə. Raquf qaldı orada, qulluq elirdi. Ondan sonra dəfələrlə getmişdi kəşfiyyətə, bu tərəfə. Onun da adını qoymuşdular Murovdov Qartalı. Murovdov Qartalı bu dəfələrlə getmiş. Özdə bilirsiniz, bu çox ciddi bir zabit idi. Mənə əskərlər danışırdı ki, bezdi posta durarkən birdən ruh kimi gəlirdi sakitcə Raquf. Biraz da çəkinirdi, qaranlıqdır da. Gəlirdi, tapşırığını verdi, elə də ruh kimi də birdən itirdi. Demirdi ki, mən getmişəm də. Çox maraqlı bir zabit idi. Onun, belə deyim, böyük gələcəyi var idi. Mən inanıram, general da alardı. Bilirsiniz də o brigada komandiri də oldu. Ondan sonra bu kəşfiyyat bölüyünün şöbənin rəisi oldu. Həmən bu Talış döyüşlərdə elə kəşfiyyat onun kəşfiyyat şöbənin rəisidir. Eyni zamanda o söhbət gedirdi. Onu istəyirdilər Piriküşküldə yerləşən briqadaya təyin eləsinlər. O da heç vaxt arxa cəbhədə qulluq eləməyib, razılığını da vermirdi. Bəlkə razılığını versəydi elə də olmazdı. Nəsə, Allahın işidir. Allah ona qəni-qəni rəhmət eləsin. İndi də onun yoldaşıdır, 2 dənə oğlu var. Allah canlarını sağ eləsin. İndi
atasının yolunda getməsə, amma bunlar fəxr edirlər ki, belə ataları var. Bəli. Mən də fəxr edirəm ki, bax, çox maraqlıdır. Onlar 2 nəfər gəldi. Allah onlara qənim. Bir Raquf gəldi, bir də Polad Həşimov. Bunlar ikisi də kiçik leytenant rütbəsində gəlmişdir mənim briqadıma. Hər ikisinin komandiri. Hər ikisinin komandiri olmuşam. Demirəm ki, mən nə bilim, amma təməlin, zabitin təməlin mənim dövrümdə onlar keçirlər. Ona da görə mən fəxr edirəm. Eyni zamanda Allah rəhmət eləsin ikisi də. Raquf Orucovun daha sonraki kəşfiyyat işlərinə xəbəriniz oldu mu sizin? Bilirsiniz, mən açıq deyim, mən sıx əlaqədə deyildim, mən eşidirdim. Uşaqlar gəlirdi, 102, bizim hərbi hissə 172 idi. İndi də var, Kəlbəcərdədir. Deməli, orada əskərlərimiz, zabitlərimiz kim məndən qulluq eləyib, gəlib danışırdı. Mən soruşurdum, bilirsiniz, soruşurdum, Raquf neyinir, o birisi neyinir, o birisi neyinir. Deyirdilər ki, bəs belədir, komandir. Dəfələrlə olub. Erməni tərəfində orada neçinə erməni tutub gətirib, bilmirəm dəqiq onları, amma kəşfiyyata gedib. Bilirsiniz, kəşfiyyat çox bir çətin bir peşədir, kəşfiyyatçı. Ora keçmək üçün bütün yolları bilməlisən, minalanıb yoxsa yox. Əgər minalanıb, onları çıxartmaq lazımdır. Gedib o tərəfdə kəşf eləyirsən, düşmənlərin postları hardadır. Onun da yanından bilirsiniz də Raqufdan əvvəl bir il deməyəcəm hansı hərbi hissə kəşfiyyatı getdi, düşdü ermənilərin belə deyil, zasadıya nətər deyim, yollardan biri sağ qaldı, çıxdı. 7 nəfər idi. Mühasirəyə düşdülər. Də onları elə bil ermənilər gözləyirdilər. Bilmirəm, hansı səhvə yol buraxmışdılar, nəsə. Belə oldu. Çətindir. Raquf nə qədər getdi, bir dənə belə hadisə olmadı. Əsl kəşfiyyatçı idi. Bunun qanunda var idi, yəqin. Tak ki, belə, nə bilim, valla. Biz əsasən hərbiçilərə baxanda Fəxrəddin müəllim, yəni əslində bu müharibəyə qədər bizə belə öyrətmişlər ki, hərbiçilər biraz daha sərt olur, biraz daha belə qaşqabaqlı olur. Amma həm sizdə, həm Raquf Orucovda, həm bəxtedici generalımız Polad Həşimovda biz baxırıq ki, daha çox humanist hisslər var, insanlara yaxın hisslər var. Bu nə ilə əlaqədir? Bu hətta uğura təsir edirmi bir hərbiçi kimi sizin uğurunuza təsir edibmi? Ona görə ki, biz gedib o dəhşətləri görürük, istəyirik ki, bu olmasın. Ona görə humanistik. Əgər yadınızdadır da 44 gündə erməni qorxa-qorxa sərhəddə oturub bizim əskərimiz deyir ki, qorxma, səni vurmayacaq, çıx günə. Belə bir psixolog kimi onu sigaret də verir. Hər adam onu bacarmaz. Başa düşürsünüz, müharibə çətin şeydir. Bir söz də sizə deyim, xanım. Kim sizə deyir ki, mən müharibədə, döyüşlərdə qorxmamışam, inanmayın. Hamıda qorxu var. Bəli, döyüşdən döyüşə o qorxu çəkinir. Amma qorxu var. Qorxu var, ona görə kəşfiyyatı da gedəndə, yadınızdadır o Sovet dövründə Место встречи изменить neyəcə kino var idi. Onu deyir ki, kəşfiyyata gedirdim. Qorxmurdum, amma burada nəsə bundan qorxuram. Hamı qorxurdu, hanım, hamı qorxurdu. Eyni zamanda döyüş vaxtlarda bizim əskərlərimiz öz qəhrəmanlığını göstərdilər. Öz həyətindən keçdilər. Məndə bir əskər var idi, Polad adında, əskər. Həşimov bir əskərdir. Ona deyirdi, Polad ayağından yaralandı, onu ayağına amputasiya elədilər. Mən də gəldim hospitalə, ay Polad, demirdim, nə olub? Dedi ki, mən Polad deyiləm. O da var. Deyirəm, bizim əskərlərimiz yüksək səviyyədə qəhrəmanlığını göstərib. Birinci Qarabağ müharibəsində də, həm də 44 gündə də. Ona görə biz qələbə çəkdik. İndi bu birinci Qarabağ müharibəsində Fəxrəddin müəllim və atəşkəs dövründə inanırdınızmı ki, Qarabağ geri qayıdacaq, biz onu işğaldan azad edəcəyik? Həmişə bizim belə deyək də, ümidimiz ondadır ki, axır biz gəlib qaytara biləcəyik torpaqlarımızı. Geç tez. Kim gözün tikir qonşu ölkənin torpaqlarına, onsuz da tarix də belə göstərir də. Göstərir ki, o torpaq
Gec-tez qayıdır. Biz arxa cəbhədə olanlar biraz da sadəlövh idi. Hətta inanırdıq ki, bu sülh yolu ilə də ola bilər, heç bir müharibəsi ola bilər. Siz necə? Mən də inanırdım. Bilirsiniz nəyə görə? Bir moment də var idi. Bir də Ulu Öndərdə başlamışdı o söhbətləri, gedirdi. Bəli. Sonra da İlham müəllim də mən inanırdım. Ola bilər ki, bu sülh yolu ilə hansısa belə deyək, erməni tərəfə nəsə verək ki, bunlar ayrı yerə gözləri tikməsinlər. Görürsünüz nətər alındı. Lap biz torpaqlarımızı da qaytardıq. Qarabağdan da özləri çıxdılar. Nə qədər cənab prezident dedi ki, gəlin Azərbaycan vətəndaşlığını qəbul edin, bizim qanunlarımıza tabi olun, rədd yaşayın. Bunlar istəmədilər. Bunların ideologiyası belədir. Bilirsiniz, onlar bizə qarşı həmişə düşmən kimi baxıblar. Siz camansız bilmirsən, biz burada Bakıda onlarla yaşayırdıq. Dostluq eləyirdik, əllər qururduq, amma bunların ürəyində o kinlik var idi. Türk. İndi də bilirsiniz, bizim siyasətimizdir. Yenə dövlət ermənilərə yanacaq göndərdi. Eyni zamanda internetdə gördüm İrəvanda müsahibə götürürlər cəmaatdan. Onlar dedilər ki, bunlar bizim Azərbaycanlar bizim düşmənimizdir. Nə görə bunların premier ministri razılıq verib, benzin verib. Bir sözdə baxın, biri deməsəydi 5-6 nəfərdən götürdülər. Hamısı dedi ki, yox, biz deməli Azərbaycanlar düşmənimizdir, biz gərək götürməyək. Amma mən inanıram ki, gec-tez ermənilər də başa düşür. Biz də yenə belə gedib gələcəklər. Fəxrəddin müəllim, yaşayan milli qəhrəmanlarımızdan birisiniz. Bu, yəqin ki, konkret bir his kimi ifadə eləmək olmur bunu. Yəni, mən hazırda qarşımda bir milli qəhrəman duranda mən belə qəribə oluram. Necə bir hissdir o, yaşayan milli qəhrəman olmaq hissi? Nə bilim, biz hamı elə bir nəsə görür ki, bir ideal adamı. Yox, bizim də səhvimiz də var. Bizim də, nə bilim, öz problemlərimiz də var. Yaşayırıq da, bir simvol kimi ola bilər. Düzdür, siz bilirsiniz ki, Azərbaycanın 230 milli qəhrəmanı. Onun cəmi cümlətən 15 nəfər idi. Birində Şahini bir ay yoxdur. Gəldi, gətirdilər, dəfn elədilər. 14 nəfər qalmış. 14 nəfər sağ olsun dövlət. Görürsünüz, siz də məni çağırırsınız. Baxır, biz müharibədən danışırıq. Bunu bizim cavanlarımız baxıb, ruhlanır, istəyir, orduya da geçsin, qulluq eləsin, vətən keşiyində dursun. Bu ideologiyadır. Onu da lazımdır eləmək. Eləyirsiniz, çağırırsınız, əcəb eləyirsiniz. Mən də qaçmıram. Mən dəvət eləyəndə gedirəm. Çalışıram, müharibədən danışım. Çətin vaxt idi. O vaxtı ordu yeni formalaşırdı. Ulu Öndərimiz başladı, sonra onun oğlu İlham müəllim davam elədi. Bilirsiniz, bu uzun prosesdir. Onu elə belə əskəri bir günə götürüb silah verib, səngərə qoyub, mümkün deyil. Gələ onu sən örgətməlisən, silahdan atmağa və s. Mən çox danışmaq istəmirəm. Bir tək silahdan da, onun topu da, tankı var, onun təyyarəsi var, hər şey də var. Onun bilirsiniz, bir deyim, hərbi peşə elmdir. Elə belə deyil. Müharibənin, ora gedib qabağı yox. Onun öz qanunları var. Öz qanunları var. O qanunları da bir gün öyrənmək mümkün deyil. Ona görə biz 4 il bir oxumuşuq. Sonra akademiyaları bitirmişik. Yavaş pillə qalxırdıq o vəzifə. Mən 44 il qulluq elədim. 44 il. Eyni zamanda Ali Onbaşın məktəbə daxil olanda mənim 17 yaşım tamam olmamışdı. 17 yaşım, mən məktəbi qutardım. Mənim 16 yaşım 7 aydır. Mən prisyaqa deyirlər, hərbi and. Onu qəbul eləyəndə mənim 17 yaşım yox idi. Ona görə 44 il mən qulluq elədim. Mən özümü ordudan kənarda görmürdüm. Mən bilirdim nə deyil. Və bizim çiynimizə düşdü 1-ci Qarabağ müharibəsi. Bir də deyirəm, ideal bir adam deyilik. Bəlkə də bizim təcrübəmiz çatmırdı dövrdə, o müharibə dövründə. Ona görə belə deyildi ki, verdik. Amma bilirsiniz ki, bizim düşmənlərimizin tərəfində
bəzi ölkələr də dururdu. Mən indi adlarını çəkmək istəmirəm. Onlar silah da verirdi, hər şey verirdi. Hətta silah öz yerində özləri iştirak edirdilər. Biz onu görmüşük. Ruslar da şükür Allah biz bu müharibəni udduq. Amma eyni zamanda mən indi cavanlara özümü tuturam. Biz bu qələbəni saxlayıb qorunmalıyıq. Yalnız. Ona görə ki, bizim qonşu düşmənlərimiz, indi düşmən demək istəmirəm, qonşularımız, keçmiş düşmənlərimiz, bunlar heç vaxt yaddan çıxartmayacaq ki, görmürsünüz, hərdən bir oradan elə, biz sizi göstərərik, hələ biz qayıdacağıq, o var. Düzdür. Bəs sizin yolunuzu davam etdirən varmı Fəxrəddin müəllim, yaxınlarınızdan? Mənim oğlum, böyük oğlum. Sir deyil, amma mənim oğlum polkovnik leytenantdır. Qulu hərbiçidir. Böyük oğlum. Öz istəyi olub, yoxsa sizin təklifiniz olub? Özü. Mən də ona məsləhət görmədim. O dedi ki, yox, mən istəyirəm. Mən də onun qapağını. İndi belədir. Amma balaca oğlum yox, hərbiçi deyil. Atam hərbiçidir, mən hərbiçiyim, böyük oğlum hərbiçidir. Sanki bir alın yazısıdır bu, nəsildən nəslə keçən bir. Yəqin, bilirsiniz, mən kim bilərdi? Heç kim. Hətta mənim sinif yoldaşlarım bəziləri var idi. Dedi ki, bəs sənin atan həkim, anan müəllimə, sən niyə hərbi məktəbə gedirsən? Sən institutda qəbul eləmirsən, imtahanları verib qəbul olunmursan. Mən də dedim ki, mən gözümü açıb hərbi şərcikləri görmüşəm. Bəli. Mən hərbiçiləri görmüşəm. Ayrı bir peşə özümə hələ mən görmürəm. İndi də peşman deyiləm, açıq deyim. Dəli, 4 il bizi o qədər incitdilər məktəbdə. Çox çətin idi. Amma peşman deyiləm. Təşəkkür edirəm Fəxrəddin müəllim sizə. Sağ olun, əgər bilmirəm, sizi razı sala bildim. Çox qane olduk. Nəsə danışdım. Birisi biraz sumbur oldu, sumbur deyəndə. Amma söhbət əsas Raquf Oruzovda gedirdi. Allah ona rəhmət. Mən o polkovnik leytenant olanda onunla görüşürdüm, brigada komandiri. Mən inspeksiya rəisi olanda onunla görüşmüşdüm. Söhbət eləyirdi. O da sevinirdi mənim baş hərbi inspeksiya olmağımı bir komandir kimi. Mən demirəm, mən bir də ideal adamım. Amma eyni zamanda müharibədə hamı gördü kim kimdir. Kim nəyə qadirdir. Hamı bilirdi. Başa düşürsünüz, hər əskər, hər zabit gizir bilirdi. Bu komandir nəyə qadirdir. Orada onları, əskərləri belə deyək, allatmaq mümkün deyildi.